Nəcibə Ekin. Bu adın doğmalığı, yaxınlığı məni o qadına anam deməyə sövq edir. Çünki Nəcibə xanımın varlığı mənim aləmimdə Azərbaycan ədəbiyyatının başında bir tacın ən böyük və ən parlaq baş qaşı deməkdir. Onun müəllimliyi elmin, şairliyi ədəbiyyatın, insanlığı isə bəşəriyyətin bariz nümunəsidir. Nəcibə xanım mənim də şeir aləmində, eləcə də şəxsi həyatda özümə məxsus formalaşmağımın ən tələbkar müəllimi olub. Onun ana kimi verdiyi öyüd nəsihətlərini hələ də dinləyir və bacardığım qədər əməl edirəm. Onun adına layiq olmağa çalışıram. Nəcibə xanım minlərlə kitabın redaktoru olmaqla bərabər, eləcə də minlərlə insanın şeirlərində, hekayələrində, əsərlərində onların iç duyğularının və xarakterinin şahid olmuşdur. Bəlkə də insanları tanımaq, dəyərləndirmək o baxımdan ona asan gəlir. Bəzən onun məsləhətlərinə ehtiyac duyduğum zaman o qədər təmkinlə, səbirlə danışır ki, ruhum güc taxır. Həyata baxışım yaxşı yönə dəyişir. Nəcibə xanım qəlbi sevgi ilə coşub daşan, gözlərindən daim sevinç satılan bir xanımdır. Bu gözəllikləri özündə cəm etməsinin nəticəsidir ki, yüzlərlə insan ona ana deyir. Yüzlərlə insan onun sayəsində bir çox uğurlara imza atır. Onun gənc nəslin şair nümayəndələrinə göstərdiyi diqqət və dəyər qaçılmaz fərqdir. Əzizim Nəcibə xanım, mən də sizin maddi, mənəvi dəstəklərinizdən yararlanan biri olaraq hər zaman sizə minnətdar olacağım. Siz özünə məxsus zərafətinizlə, mədəniyyətinizlə, hər kəsin içində sayılıb seçilən və sevilən, hörmət edilən xanım adına layiq bir xanımsınız. Siz həm də televiziya efirlərində ekspert kimi milyonlarla insanın həyatına toxunursunuz və sizin maraqlı, məntiqli fikirlərinizdən, məsləhətlərinizdən bəhrələnirlər. Bu da onu göstərir ki, siz təkcə azad qələmçilərin deyil, həm də bütün millətin dərdin əsərinə ürək yandırırsınız. Artıq ömür kitabınızda 65-ci səhifəni bağlayırsınız. Gözəl ana, əzizim Nəcibə xanım, sizə Allahdan uzun, mənalı və sağlıqlı ömür diləyirəm. Yeni yaşınız həyatınızda o qədər gözəl yaşansın ki, ömür kitabınıza qızıl hərflərlə yazılsın. Amin. Ay mənim dəyərli Nəcibə xanım, sənin doğum günün mübarək olsun. Qəlbi sağ, niyyəti təmiz olan, uca Tanrım özü səni qorusun. Şeir aləmində vardır öz yerin, sözlərin mənalı, dərindən dərin. Səsini dinləmək hüzur gətirir, qəlbinə yol açır dinləyənləri. Nəcibə xanım, dünyada hey gülsün üzün, əsl mənasında deyirəm sözün. Bizimlə birlikdə bir ömür boyu sevincdən yaşarsın daima gözün. Günələ, ilkinə arxa köməksən, onları həmişə xoşbəxt görəsən. Əhməd dayım ilə birlikdə hər an nənə, baba sevincini böləsən. 65 yaşını başa vurursan, təbrik eləyirəm səni ürəkdən. Xoş sözlər yanında, kölgədə qalar, bu xoş səfirlərdə qızım mələkdən. Bir daha təbrik eləyirəm. Yaxşı ki varmısınız, yaxşı ki bizim anamızsınız.